Gürcüstan hökuməti jurnalist Əfqan Muxtarlıya zərər çəkmiş statusu verməlidir. Gürcüstana səfər edən Avropa Parlamentinin deputatı Avranistin rəhbəri Rebecca Harms iyulun 17-sində Tbilisdə keçirdiyi mətbuat konfransında belə deyib. O rəhbərlik etdiyi nümayəndə heyətinin görüşlərində Əfqan Muxtarlığının işinin əsas müzakirə mövzularından olduğunu deyib. Harms xüsusi olaraq Gürcüstan hakimiyyətinin müstəqil araşdırma aparmalı olduğunu vurğulayıb. Jurnalistə və onun həyat yoldaşına zərər çəkmiş statusu verilməlidir deyən deputat, həm də Əfqan Muxtarlığının azad edilməsi üçün sərlərin artırılmalı olduğunu da deyib. Harms həbsdəki jurnalistlə bağlı Avropa Parlamentinin Azərbaycan hökumətinə də müraciət edəcəyini söyləyib. Dağlıq Qarabağ münaqişəsi geosiyasi oyunların nəticəsidir və belə oyunlara görə yenidən alovlana bilər. Reportun məlumatına görə RIA Novostiya müsahibəsində prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi şöbə müdiri Novruz Məmmədov bildirib. O qeyd edib ki, geosiyasi oyunlar davam edənə qədər münaqişə ilə bağlı vəziyyət dəyişməyəcək. Stat. Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildir davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20% Ermənistan tərəfindən işğal olunub. Nəticədə 1 milyondan çox qaçqın və məcburi köçkün olub. Amma problemi dondurulmuş münaqişə kimi təqdim etmə cəhdləri davam edir. Əminliklə demək olar ki, münaqişə geosiyasi oyunların nəticəsidir. Statın sonu. Prezidentin köməkçisi deyib ki, beynəlxalq vasitəçilər Azərbaycanın ərazi bütövlüyünün qorunması mövqeyindən çıxış etsələr də, nədənsə birmənalı mövqe tutmamağa üstünlük verirlər.